Mən ifa etdiyim zaman Canana xanım, Vətənət xanımın gəlini, mən ifa etdiyim zaman tərk etdi efiri, sonra geri qayıtdı. Ümumiyyətlə, mən buradan öz tutub demək istəyirəm. Bu, verilişlərdə nə adətdir? Adət ənənə halı alıb. Verilişin bitməsinə 2 dəqiqə qalmış, aparıcı ilə mübahisələri yaranır, efiri tərk edir, gedir. Yəni, bunlar nə dərəcədə düzgündür? Bizi izləyən izləyicilərə nə çatdırmaq istəyirsiniz, nəyi göstərmək istəyirsiniz? Yəni, nəyin reytingidir, nəyin qalmaqalıdır, nəyin sübutudur? Bunlar nə deməkdir? Xanım, maşallah, baxırsan, danışığı, gözəlliyi, geyimi, keçimi, ədəbi, ərkanı. Uyğundurmu? Deyək ki, Aysel ifa səsləndirdiyi halda qonaq olan Pəri efiri tərk eləsin, geçsin, sonra isə yenidən gəlsin, əyləşsin. Nə dərəcədə düzgündür, düzgün deyil. Mənim efirimdə, mənim qonağım mahnı oxuyarsa, digər qonaq efiri tərk edərsə, mən onu yenidən efirə buraxmaram. Başa düşürəm aparıcıları da. Ödənişli qonaqlar siyahısı var, ödənişsiz qonaq, həm reyting xatirinə. Amma bunları eləmək lazım deyil. Əgər bugün Leyli efirə çıxırsa, siz onu öz aranızda planlaşdırmış ola bilərsiniz. Amma Leylinin izləyicilərinə necə çatar bu durum?